Yanvarın 1-dən etibarən Gürcüstanda qida ilə təmas üçün nəzərdə tutulmuş bəzi plastik əşyaların istifadəsi qadağan ediləcək. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə qadağa plastik çəngəllər, bıçaqlar, qaşıqlar, çubuqlar, boşqablar, pipetlər, içki qarışdırıcıları, genişlənmiş polistiroldan hazırlanmış qida konteynerləri və stəkanlar və onların qapaqlarına aiddir. Bu əşyaların istehsalı, ixrac məqsədi istisna olmaqla idxalı və bazara çıxarılması qadağan ediləcək. Qadağa ictimai yaşam müəssisələrinin plastik birdəfəlik qida konteynerləri və stəkanlardan istifadə edərək hazır qida təqdim etməsinə də şamil olunur. Qeyd olunur ki, plastikdən hazırlanmış birdəfəlik qablaşdırma əşyaları, məsələn qablaşdırılmış qida üçün nəzərdə tutulmuş paketlər qadağaya daxil deyil. İctimai yaşam müəssisələri isə 6 ay müddətində plastik birdəfəlik qida qablarından istifadə edə biləcək. İstehsalçılar üçün ixrac məqsədi ilə plastik əşyaların istehsalı qadağan edilmir. Lakin istehsala başlamazdan əvvəl ətraf mühitin nəzarət departamentinə yazılı bildiriş vermək tələb olunur.